Salam hörmətli müəllimlər. Bizim bugünkü verilişimiz coğrafiya fənninə həsr olunur. Biz bugün Vüsalə Quliyevanın təqdimatında dünyanın fiziki coğrafiyasına dair test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Vüsalə xanım. Salam, xoş gəldik. Vüsalə xanım, dünyanın fiziki coğrafiyası mövzusu coğrafiyadan hansı məzmun sahəsinə aiddir? Coğrafiyanın məzmun sahəsi, 3 məzmun sahəsi var bildiyimiz kimi. Coğrafi məkan, təbiət və cəmiyyət. Bizim bugünkü mövzumuz təbiət məzmun sahəsi üzrədir. Bəs təbiət məzmun sahəsi üzrə neçə sual tapşırığının verilməsi nəzərdə tutulur? Sertifikasiya imtahanında təbiət məzmun sahəsi üzrə 18 sualın verilməsi nəzərdə tutulub. Çox sağ olun məlumatı üçün. İndi isə gəlin test tapşırıqlarının izahına keçək. Bəli, bugünkü mövzumuz dediyimiz kimi dünyanın fiziki coğrafiyasıdır. Və bildiyimiz kimi dünyanın fiziki coğrafiyası 3 əsas və 1 törəmə təbəqələrdən ibarətdir. Yəni onları əhatə eləyir. Birinci litosfer, ikinci atmosfer, 3 hidrosfer və 4-cü biosfer olmaqla 4 təbəqədən ibarətdir. Bugünkü dərsimizdə bu 4 təbəqəni əhatə edən test tapşırıqları ilə tanış olacağıq. Uyğunluğu müəyyən edin. Doğru və yanlış fikirlərin doğruda doğru, yanlışda isə yanlış xüsusiyyətləri müəyyən etməliyik. Bu test tapşırığı 9-cu sinif və 10-cu sinif səviyyəsindədir. Burada da həm atmosfer bölməsi, həm hidrosfer bölməsi, həm də biosfer bölməsidir. Yəni burada bir neçə bölmənin inteqrasiyasını görə bilirik. Apenin və Piriney yarımadalarında həmişəyaşıl codyarpaqlı meşə və kolluqlar təbii zonası yayılmışdır. Bunun üçün bizim müəllimlərimiz həm bu coğrafi məntəqələri iqlim xəritəsinin üzərində, həm də təbii zonalar xəritəsinin üzərində yerini bilməlidirlər. Belə ki, Apenin yarımadası subtropik iqlim qurşağının Aralıq dəniz iqlim tipində və Piriney yarımadası. Bunlar bu iqlim tiplərində, Aralıq dəniz iqlim tipində yerləşdiyinə görə bunların coğrafi təbii zonaları codyarpaqlı meşə və kolluqlardır. Deməli, Apenin və Piriney yarımadalarında olan həmişəyaşıl codyarpaqlı meşə və kolluqlar təbii zonası doğru bənddir. Tasmaniya və Şri-Lanka adalarında eyni iqlim qurşağı formalaşmışdır. Biz burada yenə Tasmaniya adası Avstraliya materikinin cənubunda, cənub subtropik və cənub mülayim, Şri-Lanka adası isə şimal subekvatorial və ekvatorial iqlim qurşağında yerləşir. Deməli, bunların eyni təbii zonada yerləşmə ehtimalı və yaxud da eyni iqlim qurşağında yerləşmə ehtimalı yoxdur. Doğru bəndə yanlış bənd verilmişdir. Yanlış bənddə Florida və Yucatan yarımadaları həm tropik işıqlanma, həm də tropik iqlim qurşağında yerləşir bəndinin doğruluğuna və yanlışlığını müəyyən edək. Florida yarımadası tropik iqlim qurşağında müəyyən bir hissəsi, Yucatan isə bütövlükdə, tropikdə yerləşir. Təbii zonalarına baxanda hər ikisi dəyişən rütubətli meşələr zonasındadır. Ancaq test tapşırığında bizdən bunların işıqlanma qurşaqlarını müəyyən etmək tapşırılıb. Florida yarımadası mülayim işıqlanma qurşağında, Yucatan yarımadası isə bütövlükdə tropik işıqlanma qurşağında yerləşir. Yanlış bənddə yanlış bənd olduğuna görə bu bizim test tapşırığımızın doğru cavabına aid ediləcək. Sumatra və Kalimantan adaları eyni iqlim qurşağında yerləşdikləri üçün ərazilərində eyni təbii zona formalaşmışdır. Bəndinin doğruluğunu müəyyən edək. Sumatra adası ekvator xətti üzərində yerləşir. Kalimantan adası da onunla eyni coğrafi mövqeyə malikdir. Belə ki, hər ikisi ekvatorial iqlim qurşağında yerləşir. Test tapşırığımıza geri qayıtsaq, Sumatra və Kalimantan adaları eyni iqlim qurşaqlarında yerləşirlər və ərazilərində eyni təbii zona formalaşdırmışdır. Bəndi doğrudur. Bu bənd bizim test tapşırığımızda cavab olaraq qəbul etmirik, çünki yanlış
verilmiş bəndin aşağısında doğru bənd verilmişdir. Test tapşırığının doğru cavabı doğruya doğru. Apenin və Piriney yarımadalarında həmişəyaşıl, cod yarpaqlı meşə və kolluqlar təbii zonası geniş yayılmışdır. Yanlış bənddə isə Florida və Yucatan yarımadaları həm tropik işıqlanma, həm də tropik iqlim qurşağında yerləşir bəndi. Cavabımız E bəndidir. Növbəti test tapşırığımız hidrosfer bölməsinə aiddir. Bu bölmə həm fənlər arası inteqrasiyadadır, çünki riyaziyyat fənninin coğrafiya fənninə inteqrasiyasıdır və 10-cu sinif səviyyəsində verilmiş test tapşırığıdır. Tapşırığa baxarkən A çayının düşməsi 4500 metr, uzunluğu 1250 kilometrdir. B çayının meyilliyi A çayının meyilliyi ilə eyni olsa da uzunluğu ondan 150 kilometr artıq olduğu verilmişdir. Bizdən bu tapşırıqda B çayının düşməsini müəyyən edilməsi tələb olunur. Bu tapşırığı həll edərkən biz meyillik düsturundan istifadə edəcəyik. Meyillik düsturu M bərabərdir, D bölünsün L. Burada M meyillik bərabərdir, D çayın düşməsi, L isə çayın uzunluğudur. Gəlin ən birinci A çayının meyilliyini müəyyən edək. Belə ki, A çayı düşməsi tapşırıqda verildiyi kimi 4500 metr, uzunluğu 1250 kilometrdir. Meyilliyi taparkən 4500 metr bölünsün 1250 kilometr. A çayının meyilliyi 3,6 metr bölünsün kilometrdir. Test tapşırığında bizə belə bir yönəltmə vermişdir. B çayının meyilliyi A çayının meyilliyi ilə eynidir. Deməli, bu A çayının meyilliyindən taparkən biz həmin kəmiyyətdən eyni zamanda B çayının düşməsini taparkən istifadə edəcəyik. Və tapşırığın içində B çayı üçün uzunluğu 110-dan, yəni A çayından 150 kilometr çox olduğu verildiyinə görə biz də tapşırığın şərtinə geri qayıdaraq 1250 kilometr A çayının uzunluğunun olduğunu bilirik. Və ona görə də B çayının düşməsini taparkən B çayı uzunluğu 1250 kilometr üstə gələk 150 kilometr, yəni 1400 kilometr qəbul edirik. Meyilliyi isə 3,6 metr bölünsün kilometr. Və x bərabərdir 1400 kilometr vurulsun 3,6 metr bölünsün kilometr. Tapşırığımızın doğru cavabı 5040 metrdir. Yəni B çayının düşməsi 5040 metrdir. B bəndi. Bu tapşırıq Euler-Venn diaqramıdır və bu diaqramı yəqin ki, bütün təhsil verənlərimiz bunun haqqında yaxşı məlumatları var. Euler-Venn diaqramı hər hansı bir, iki müqayisə olunacaq obyektin oxşar və fərqli xüsusiyyətlərini müəyyən etməyi bizdən tələb edir. Euler-Venn diaqramı üçün biz əvvəlcə tapşırığımıza baxırıq ki, çaylar mövzusu 10-cu sinif səviyyəsindədir və burada birinci xəritə Amazon çayının olduğunu müəyyən edirik. Yəqin ki, bizim müəllimlərimiz də xəritədə bu formanı müəyyən etməyi bilirlər. İkinci çaylarımız isə həm Dəclə və Fərat çayıdır ki, birləşərək Şəddül-Ərəb çayını əmələ gətirir. Töküldükləri mənsəbi isə İran körfəzidir. Tapşırığımıza baxaq və bizdən tələb olunanlara müəyyən edək. Yerləşdiyi düzənliyin səthi akkumulyasiya nəticəsində hamarlaşmışdır. Bu xüsusiyyət dünyada əsasən düzənlik çaylarının keçdiyi yerdə, keçdiyi ərazilərə aid olan xüsusiyyətdir. Belə ki, Amazon çayı da Amazon ovalığından keçir və səthi çökmə süxurlarla hamarlaşmışdır. Dəclə Fərat çayları da Mesopotamiya ovalığından keçdiyinə görə akkumulyasiya nəticəsində səthi hamarlaşır. Bu xüsusiyyət Euler-Venn diaqramında orta 3-cü bəndə uyğun gəlir. Su toplayıcı hövzəsində kimyəvi aşınma intensiv gedir. Bilirik ki, Amazon çayı ekvatorial iqlimdə yerləşir və ekvatorial iqlim rütubəti ilə, humid iqlimi ilə, kimyəvi aşınma ilə biz o ərazini tanıyırıq. İkinci bənd bizim test tapşırığında Euler-Venn'in Amazona aid olan hissəsinə aiddir.
Gondwana və Lavraziya qurularının arasında əyilmə zonasındadır. Amazon çayının yerləşdiyi Cənubi Amerika bütövlükdə Gondwana qurusuna aiddir, qədim Gondwana qurusuna aiddir. Ancaq Dəclə və Fərat çaylarının axdığı Mesopotamiya ovalığı isə Avrasiya, yəni Lavrasiya qurusunun hissəsi olan Avrasiya materiki ilə qədim Gondwana qurusu, yəni Ərəbistan qurusunun arasında əyilmə zonasındadır. Üçüncü dediyimiz bu bənd Eylervenin ikinci hissəsinə aiddir. Yüksək təzyiq sahəsində yerləşən mənsəbində havanın enən hərəkəti müşahidə olunur. Bu xüsusiyyət arid, quraq, səhra olan məntəqələrə aid olan bir xüsusiyyətdir və əgər Amazona biz kimyəvi aşınmanı aid etdiksə, deməli arid və enən havanın enən hərəkəti isə Dəclə və Fərat çaylarının keçdiyi əraziyə aiddir. Söhbət burada mənsəbindən getdiyinə görə, çünki bilirik ki, Dəclə Fərat çaylarının mənsəbi tropik iqlim qurşağında yerləşir. Axını boyunca bir işıqlanma qurşağında yerləşmə fikri bizim verilən çayların hər ikisinə uyğundur. Belə ki, Amazon çayı bütövlükdə tropik işıqlanma qurşağında yerləşir, yəni şimal tropik xətti ilə cənub tropik xəttinin arasında yerləşir, ekvatorial iqlim qurşağında. Dəclə və Fərat çayları isə bütövlükdə mülayim işıqlanma qurşağında yerləşir. Belə ki, nə tropik xəttlər, nə də qütb dairələrinin xətti bu çayların keçdiyi əraziyə toxunmur, o əraziyə aid olmur. Ona görə də axını boyunca bir işıqlanma qurşağında yerləşməsi hər iki çaya aid olan xüsusiyyətdir. Mərkəzi Afrikada müşahidə olunan təbii şərait formalaşmışdır. Bildiyimiz kimi, Mərkəzi Afrikada ekvatorial iqlim qurşağıdır, rütubətli, humid iqlimdir və bu da bayaqdan dediyimiz kimi Amazon çayının xüsusiyyətidir. Demək olar ki, cavabları qruplaşdırdıq. Tapşırığımızın cavabı C bəndidir. Növbəti tapşırığa keçək. Bu tapşırıq biosfer bölməsində aiddir və biosfer bölməsi bütün özündən qabaqki təbəqələrdən atmosfer, hidrosfer və litosferi birləşdirərək vahid bir təbəqəni əmələ gətirdiyindən bu tamamilə bölmələr arası böyük bir inteqrasiyanı formalaşdırır. Bu tapşırığımız 9-cu sinif səviyyəsindədir, eyni zamanda 8-ci sinifə də aiddir. A təbii zonasına Antarktidadan başqa bütün materiklərdə rast gəlinir. Demək olar ki, bir çox təbii zonalar üçün bu cümlə aid bir cümlədir, ona aid olan xüsusiyyətdir. Deməli, biz burada hələ hansı təbii zonadan danışacağımızı müəyyən etmədik. Bu təbii zona günəşin zenit vəziyyətini dəyişməsi ilə əlaqədar olaraq yayda yüksək təzyiq, qışda isə alçaq təzyiq sahəsindən gələn hava kütlələrinin təsirinə məruz qalır. Bilirik ki, iki təzyiq sahəmiz var, yüksək təzyiq sahəsi və alçaq təzyiq sahəsi. Ekvatorial alçaq təzyiq, subekvatorial yayda alçaq, qışda tropikdən yüksək təzyiq, tropik yüksək, subtropik isə yayda tropikdən aldığına görə yüksək təzyiq sahəsi, qışda mülayimdən aldığına görə alçaq təzyiq sahəsinin təsirinə məruz qalır. Ondan sonra yaranan təbii zonalar və iqlimlər də bu xüsusiyyəti daşımırlar. Çünki mülayim bütövlükdə alçaq təzyiq, subarktik yayda mülayimin alçaq təzyiq sahəsindən, qışda isə arktik iqlim qurşağından yüksək təzyiq sahəsinin təsirinə məruz qalır. Deməli, bu cümləmiz bizə subtropik iqlim qurşağından danışacağımızı xəbər verir. Və subtropikdə bir neçə dənə təbii zona var. Baxaq hansıdır? Afrika materikinin həm şimalında, həm də cənubunda formalaşan təbii zona. Yenə də bayaq dediyim kimi, bunun üçün həm iqlim xəritəsindən, həm də təbii zonalar xəritəsindən xəbərimiz olmalıdır. Və baxırıq ki, Afrika materikinin şimalında codyarpaqlı meşə və kolluqlar, yəni Aralıq dənizi iqlim tipinə aid olan təbii zona, cənubunda da
yenə Aralıq dənizi iqlim tipinə aid olan codyarpaqlı meşə və kolluqlar xarakterikdir. Testimizin bəndlərinə baxaq. Təbii şəraitlə əlaqədar olaraq Çili və Carın ərazisində formalaşıb. Bəli, bildiyimiz kimi codyarpaqlı meşə və kolluqlar həm Çilinin, həm də Carın ərazisində formalaşıb. Bu təbii zonada materiklərin ucqar nöqtəsi yerləşmir. Bayaq təbii zonalar xəritəsində baxdığımız kimi, bəli, Afrika materikinin cənub ucqarı codyarpaqlı meşə və kolluqlar da yerləşir. Yəni bu doğru cavab deyil. Aid olduğu iqlim qurşağının şərqində yarımkürələr üzərində müxtəlif iqlim vilayətləri formalaşır. Biz bunu iqlim xəritəsi ilə bu cümləmizin doğruluğuna baxa bilərik. Belə ki, şimal yarımkürəsində subtropik iqlim qurşağında şərqində musson iqlim tipi, cənub yarımkürəsində subtropik iqlim qurşağının şərqində bərabər rütubətli iqlim tipi formalaşıb. Bəli, bu cümlə bütövlükdə subtropik iqlim qurşağına aiddir. Mülayim hava kütlələrinin hakim olduğu fəsildə irriqasiya əkinçiliyi inkişaf etmişdir. Belə ki, mülayim hava kütlələri subtropik iqlim qurşağında qışda təsir etdiyindən subtropik və codyarpaqlı meşə və kolluqlarda qışda suvarma edilmir, yəni həyata keçirilmir. Ona görə də bu cümləmiz yanlış cümlədir. Aid olduğu iqlim qurşağı Belçikanın və Almaniyanın geniş ərazilərini əhatə edir. Bildiyimiz kimi Belçika və Almaniya bütövlükdə mülayim iqlim qurşağındadır. Formalaşdığı ərazilər mülayim işıqlanma qurşağındadır. Bəli, codyarpaqlı meşə və kolluqlar mülayim işıqlanma qurşağına aiddir və testimizin cavabına baxsaq, C bəndidir. 1, 3, 6. Növbəti tapşırığımız riyaziyyat fənninin coğrafiyaya inteqrasiyasını özündə təmin edir. Tapşırıq 8-ci sinif səviyyəsinə uyğun gəlir. Tapşırıqda Mərmərə dənizindən alınan duzun miqdarı 125 kiloqram, Qara dənizdən alınan duzun miqdarı isə bundan 19 kiloqram çoxdur. Dənizlərin duzluluğunu müvafiq olaraq bizə burada təqdim olunub 25 promilli, yəni Mərmərə dənizinindir. 18 promilli isə Qara dənizə aid olan duzluluqdur. Və biz bu orta duzluluqlardan istifadə edərək tapşırıqlarımızı həll edəcəyik. Tapşırığı həll edərkən Mərmərə dənizindən alınan duzu verilən duzluluğa əsasən tənasüb üsulu ilə həll edirik. Belə ki, 1 litr su 25 promillə duz olarsa, 125 kiloqram duz nə qədər sudan əldə olunur. Bu tənasübü həll edərkən 25 kiloqramı duzu 25 promilləyə, yəni qrama bölərkən 5 ton dəniz suyu əldə olunur. Deməli, Mərmərə dənizindən 5 ton dəniz suyu əldə edildi. İkinci tərəfdə isə Qara dənizdən alınan duzun miqdarı Mərmərə dənizindən alınan duzun miqdarından 19 kiloqram artıq olduğundan biz Qara dənizdən alınan duzun miqdarını müəyyən etmək üçün Mərmərə dənizinin duzu ilə, yəni 125 kiloqramı, ondan artıq olan duzun miqdarını toplayırıq və 144 kiloqram edir. Və burada da eyni qayda ilə tənasübü qururuq. 1 litr suda Qara dənizin duzluluğu 18 promillidirsə, 144 kiloqram duz nə qədər sudan alınır. Burada da tapşırığımızda 8 ton dəniz suyunu aldığını görürük. Və bizdən hər iki dənizdən götürülən suyun miqdarı arasındakı fərqi müəyyən edin tələb edildiyindən biz Mərmərə dənizdən alınan suyu Qara dənizdən alınan sudan çıxaraq tapşırığımızın cavabını 3 ton müəyyən edirik. Tapşırığın cavabı B bəndidir. Cədvələ əsasən uyğunluğu müəyyən edən tapşırığında Altiplano yaylası və Kalahari platolarının fərqli xüsusiyyətlərini müəyyən etməyi, ikinci tərəfində isə Padan ovalığı ilə Nallarbor düzənliklərinin oxşar xüsusiyyətlərini müəyyən etməliyik. Bunun üçün biz Altiplano yaylasının yerləşdiyi ərazini yadımıza salmalıyıq. Belə ki, Altiplano yaylası Ant dağlarının
daxilində, silsilələr arasında 20 dərəcə cənub enliyində yerləşir. Kalahari platosu isə Afrika materikinin cənubunda platforma ərazisindədir. Deməli, biz geosinklinal ərazi ilə platforma ərazilərini müqayisə etməliyik. Yerləşdiyi dağlıq qurşaqda fəaliyyətdə olan vulkanlara rast gəlinir cümləsi Altiplano yaylasına aiddir. Çünki o Ant dağlarındadır və Ant dağlarının da bir neçə dənə fəaliyyətdə olan vulkanların olduğunu bilirik. Kalahari platosu isə həm platformada, həm də Afrikanın cənubunda fəaliyyətdə olan vulkanlara rast gəlmirik. Ərazisi litosfer tavalarının toqquşma zonasına uyğun gəlir cümləsi də Altiplano yaylasına aiddir. Belə ki, Cənubi Amerika litosfer tavası Nazca litosfer tavası ilə toqquşma zonasından Ant dağlıq qurşağının yaranmasını bilirik. Hər iki bənd bu tapşırıqda fərqli xüsusiyyətdir. Havanın enən hərəkəti baş verir. Bilirik ki, Kalahari platosu da səhra landşaftında yerləşir və Altiplano yaylası da, yəni hər ikisi tropik iqlim qurşağında və quraqlıq olan ərazilərdir. Deməli, quraqlığı yaradan səbəb isə havanın enən hərəkətidir. Bu, hər iki coğrafi məntəqə üçün oxşar xüsusiyyətdir. Keçirik növbəti hissəyə. Padan ovalığı Apenin yarımadası ilə Avropa qitəsinin arasında geosinklinal ərazidədir və ovalıqdır, akumulyativ ovalıqdır. Nallarbor düzənliyi isə Avstraliya materikinin cənubunda Böyük Avstraliya körfəzinin sahilində yerləşir. Bunların hər ikisinin iqlim xüsusiyyətləri ilə müqayisə olunduğunu gördüyümüzə görə əvvəlcə bunların hansı iqlim qurşağında yerləşməsini yadımıza salmalıyıq. Belə ki, Padan ovalığı şimal subtropik iqlim qurşağında, Nallarbor düzənliyi isə cənub subtropik iqlim qurşağında yerləşir. Yenə də yadımıza salırıq ki, Padan ovalığı subtropikdə yerləşdiyinə görə yayda tropik, qışda mülayim hava kütlələrinin təsirindəndir. Eyni xüsusiyyəti də Nallarbora aid edirik. Bu, hər iki ovalığın oxşar xüsusiyyətidir. Torpaq örtüyü Nallarbor düzənliyində humusla zəngin deyil. Ona görə də bu xüsusiyyət hər iki düzənlik üçün oxşar xüsusiyyət ola bilməz. Aid olduğu materikin ərazisində subtropik iqlim qurşağının bütün vilayətlərinə rast gəlinir. Bildiyimiz kimi, subtropik iqlim qurşağı 4 vilayətdən ibarətdir. Subtropik kontinental həm şimalda, həm cənubda var. Subtropik Aralıq dənizi həm şimal yarımkürəsində, həm də cənub yarımkürəsində var. Subtropik iqlim qurşağının musson tipi şimal yarımkürəsində, yağıntıları bərabər paylanan tipi isə cənub yarımkürəsindədir. Ona görə də bu xüsusiyyəti daşıyan elə bir materik olmadığından bu bizim test tapşırığında Padan və Nallarbor düzənliklərinin oxşar xüsusiyyəti ola bilməz. Tapşırığımızın düzgün cavabına baxaq. Düzgün cavab B bəndidir. 1, 2, 4. Növbəti tapşırığımız xəritə sxemə əsasən doğru xüsusiyyətləri müəyyən edin. Xəritəyə baxarkən xəritədə çayların rəqəmlərlə çayların verildiyini görürük. Birinci çay Yansızı çayı, ikinci çay Ob çayı, üçüncü Mississippi, dördüncü isə Parana çayıdır. Verilən xüsusiyyətlərdən burada verilən doğru əlaməti müəyyən etməliyik. Birinci çayın düşmə kəmiyyəti digər çaylara nisbətən çox azdır. Bilirik ki, Yansızı çayı Tibet dağlıq yaylasının şərqindən başlayır və onun düşmə kəmiyyəti böyükdür. Bu bəndimiz səhv bənddir. B bəndində ikinci çay dördüncü çaydan fərqli olaraq iki işıqlanma qurşağında yerləşir. Bu verilən bəndə əsasən belə müəyyən olunur ki, sanki dördüncü çay iki işıqlanmada yerləşmir. Amma biz xəritədən gördüyümüz kimi dördüncü çayda iki işıqlanmada yerləşir. Bu bəndimizdə yanlış cavabdır. Birinci və üçüncü çayların mənsəbi dəyişən rütubətli meşələr zonasında yerləşir. Bildiyimiz kimi, birinci çayın mənsəbində, yəni Yansızı çayının mənsəbində dəyişən rütubətli meşələr zonası var. Eyni zamanda, üçüncü çay Mississippinin də mənsəbində bu təbii zona yayılmışdır.
C bəndi doğru cavabdır. Digər cavablara baxsaq, 2 və 3-cü çayın aşağı axarında üst bataqlıqlar. 2-ci çayın aşağı axarında Ob çayının ətrafında bataqlıqlar geniş yayılıb. Bu xüsusiyyət Mississippi çayına aid edə bilmərik. 4-cü çay müvafiq olaraq dəyişən rütubətli meşə, çöl və səhra təbii zonasından keçir cümləmizdə bildiyimiz kimi Parana çayı mənsəbi üzrə axını boyunca səhra landşaftı yerləşmir. Ona görə də bu bənddə yanlış cavabdır. Tapşırığımızın cavabı C bəndidir. Ərazisi daxilində səpələnən radiasiyanın iyun-avqust aylarında üstün olduğu təbii zonaları müəyyən edin. Bildiyimiz kimi günəş radiasiyası həm düz, həm də səpələnən ola bilər. Düz radiasiya olan ərazilərdə quraqlıq, səhra, yağıntısız, səpələnən radiasiya isə yağıntılı dövrü özündə ihtiva edir. Deməli, biz burada hansı iqlim qurşağında və təbii zonada iyun-avqust aylarında yağış yağdığını, yağıntı düşdüyü mövsümü müəyyən etməliyik. Burada birinci və ikinci bənddə şimal yarımkürəsində və cənub yarımkürəsində yerləşən cod yarpaqlı meşə və kolluqları müqayisə edək. Cod yarpaqlı meşə və kolluqlar Aralıq dəniz iqlim tipinə aid olan təbii zonadır və bunların həm şimal, həm cənub yarımkürəsinin eyni xüsusiyyəti yayı quraq, qışı isə yağıntılı olmasıdır. Fərqli xüsusiyyəti isə bunların yarımkürələr üzrə dəyişməsindən yaranır. Belə ki, şimal yarımkürəsində cod yarpaqlı meşə və kolluqlarda yayda quraq, yəni iyun-avqust aylarında quraq mövsüm, dekabr, yanvar, fevral aylarında isə rütubətli mövsüm, yəni səpələnən radiasiya olur. Cənub yarımkürəsində isə cod yarpaqlı meşə və kolluqlarda orada da yağıntılı dövr qış ayıdır, sadəcə olaraq o yarımkürənin qış ayı iyun və avqust ayıdır. Ona görə də səpələnən radiasiyanın iyun-avqust aylarında üstün olduğu təbii zona soruşulanda biz cənub yarımkürəsindəki cod yarpaqlı meşə və kolluqları misal göstərə bilirik. Üçüncü və dördüncü bəndləri də bir-biri ilə müqayisə edək. Savanna və seyrək meşələr. Savanna və seyrək meşələr subekvatorial iqlim qurşağında yerləşir. Yarımkürəsindən asılı olmayaraq yayı yağıntılı, qışı isə quraqdır. Yarımkürələrini müqayisə etsək, şimal yarımkürəsində savanna və seyrək meşələr iyun-avqust aylarında yağıntılı dövr olur. Cənub yarımkürəsində isə dekabr, yanvar, fevral aylarında yağıntılı olur. Ona görə də səpələnən radiasiyanın iyun-avqust aylarında üstün olduğu təbii zona biz müəyyən etmək istəsək, şimal yarımkürəsindəki savanna və seyrək meşələr təbii zonasını tapşırığımızın cavabı kimi, düz cavabı kimi götürə bilərik. Eyni dediyimiz, sadaladıqlarımız elə təbii zonalar xəritəsində də aydın görmək olar. Test tapşırığımızın cavabı cənub yarımkürəsində yerləşən cod yarpaqlı meşə və kolluqlar və şimal yarımkürəsində savanna və seyrək meşələrdir. C bəndi. Növbəti test tapşırığımız yenə riyaziyyat fənni ilə coğrafiyanın inteqrasiyasıdır, yəni fənlər arası inteqrasiyadır. Eyni zamanda 10-cu sinif dərsliyinə əsaslanır. Daimi qar xəttinin hesablanması mövzusu üzrədir və atmosfer bölməsinə də inteqrasiyanı görürük. Ətəyi okean səviyyəsində yerləşən A dağının şimal yamacında qar xətti 2700 metrdən keçir. Bu dağın cənub ətəyində havanın temperaturu 19,5 Selsi müşahidə olunmuşdur. Bizdən nə tələb olunur? A dağının qar xətti 2700 metrdən keçirsə, onun ətəyindəki temperaturu müəyyən etməliyik. Cənub yamacında ətəyindəki temperaturu bizə verdiyinə görə həmin dağın qar xəttinin keçdiyi hündürlüyü müəyyən etməliyik. Bunun üçün biz atmosfer mövzusunda keçdiyimiz düsturdan istifadə edəcəyik. Birinci,
Cənub yamacında havanın temperaturu 19,5 Selsidir. Deməli, biz burada yuxarı qalxarkən mində 6 düsturundan istifadə edəcəyik. Bunu bütün müəllimlərimiz bilir ki, mində 6 düsturu hər 1000 metr yuxarı qalxdıqca temperaturun 6 Selsi aşağı düşməsi deməkdir. Bu düsturu digər formada da tətbiq eləmək olur. Hər 100 metrdə 0,6. Ancaq kəmiyyətlər böyük olanda bu düsturdan istifadə etmək daha əlverişlidir. Deməli, 1000 metrdə 6 Selsi və 19,5 Selsidə isə X müəyyən edirik və deməli, əgər dağın ətəyində 19,5 Selsi temperatur varsa, bu dağda qar xətti 3250 metrdən keçir. Bildiyimiz kimi, qar xəttinin keçməsi üçün temperaturun 0 Selsi olması lazımdır. Bu, tapşırığımızın birinci tərəfinin tələbidir. İkinci tərəfdə isə biz şimal yamacında dağın ətəyində havanın temperaturunu müəyyən etməliyik. Şimal yamacında qar xətti 2700 metrdən keçdiyindən artıq eyni düsturu biz fərqli tərəfdən tətbiq edəcəyik. 1000-də 6-dırsa 2700 metrdə temperatur necə dəyişə bilər? Və bu tənasübü həll edərkən 16,2 Selsi temperaturu müəyyən edirik. Tapşırığımızın doğru cavabını tam dəqiqləşdirmək üçün baxırıq. A bəndi dağın cənub yamacında qar xəttinin hündürlüyü 3250, şimal yamacında dağın ətəyində havanın temperaturu 16,2 Selsi müşahidə olunur. Diqqətinizə görə çox sağ olun. Təşəkkür edirik Vüsarə xanım. Ətraflı izahınıza görə ümid edirik ki, müəllimlər sizin izahınızdan, həmçinin nümunə göstərilən test tapşırıqlarından faydalana biləcəklər. Mən də ümid edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Əziz müəllimlər, bugünlük verilişimiz bu qədər. Növbəti verilişlərdə görüşənə qədər.